dövlətimiz büdcəsindən bu insanlar üçün kifayət qədər pullar ayırıb və hər bir təyin etdiyi, dövlət başçımız təyin etdiyi icra başçılarına xüsusi tapşırıqlar verib, onların borcudur bu cür insanlarla çalışmaq. Ümumiyyətlə bu cür insanların gəlib səni axtaran və ya bir başqa layihədən, yəni o problemi əgər ki o rayon rəhbərlik edəcəksə bizə gəlməməlidir. Biz də çox yükü üstümüzə götürdüyümüzə görədir ki, yaxşılıq elədiyimizdə dəyəri bilmir, deyir ki, ala bir dənə xənçər vurur, deyir bu uşağıma əməliyyat eləmirsən, səhərimi də eləyəcəksən, hə bunu da elədin, onu da evi də eləyəcəksən, onda sosial yardımdır. Amma elə deyir dostlar, bizim elə bir görevimiz yoxdur. Biz Allah xatirinə əlimizdən gələn nəsə vasitəçi oluruq, hüquqi tərəfdən, maarifləndirmə tərəfindən yardım edir, amma biz ev verən deyilik, biz sosial yardım düzəldən deyilik, biz onları müalicə, kömək edirik. O da doktorlarımızın sayəsində. Təbibə təşəkkür edirəm, icbari sığorta ilə 2 böyük ağır əməliyyatın olmasında birbaşa rəhbərlik etdilər, kömək etdilər. Biz də qurumlarımıza yönləndiririk bunları ki, bəzi qurumlarla işləmək çox asandır, bəzi qurumlarla işləmək çox çətindir, onların qəbuluna düşmək qeyri-mümkündür. Mən gedirəm, istənilən bir araşdırmanı aparanda ən çətin mənim üçün xarici ölkələrdə hüquq mühafizə orqanlarından cavab almaqdır. Amma and olsun Allaha ki, 15 dəqiqənin içində cavab alıram. Amma indi gördüyünüz kimi mən dünəndən Tovuz rayon icra başçısını tapa bilmirəm ki. Mən deyəm ki, mən əməkdar jurnalistəm, mən sıradan bir insan deyiləm ki, sıradan insanı da qəbul etmək hər bir icra başçısının, hər bir dövlət qurumunun rəhbərinin birbaşa borcudur. Çünki cənab prezidentimiz onları ora təyin edibdir ki, insanlarla işləsinlər. Bugün baxın bizim dövlət başçımıza, insanlarla birlikdə. Görün nə qədər insanlarımız sevir onu. Mən rayonlara səfərini cənab prezidentin izləyirəm. Yəni o hər səfərdə mən qürur hissi keçirirəm ki, mənim belə bir dövlət başçım, belə bir prezidentim var. Allah ona can sağlığı versin. Onun hər bir addımı biz insanlar üçün nümunədir. Şəxsən mən nümunəni oradan götürürəm, o ailədən götürürəm, cənab prezidentdən götürürəm. İnsanlara münasibəti, onlara yaxınlaşması, hər birinin dərdinə öz yaxınının dərdi kimi. Çünki hər bir Azərbaycan vətəndaşının prezidentidir. Bizim nümunə götürəcək insan dövlət başçımızdır, prezidentimizdir, onun ailəsidir. Yəni əgər bugün insanlara qucaq açıb getdiyi hər bir yerdə o qədər ağır iş qrafikinə baxmayaraq hər birini bir-bir dinləyirsə, deməli mən də daxil olmaqla ki, mənim heç bir görevim yoxdur, amma əməkdar jurnalistəm. Mənə o adı cənab prezident veribdir. Mən dinləməyi bacarmalıyam, dinləməliyəm, o adın haqqını verməliyəm. O cümlədən də vəzifədə olan hər bir insan etimadı doğrultmalıdır. Etimadı doğrultmalıdır və ikinci də nümunəmiz bəllidir. Hər bir vətəndaşı qucaqlayıb bağrına basan cənab prezidentimiz var. Allah onu qorusun.